Son günlər yerli və xarici mənbələrdə post-Covid sindromu gündəmdədir. Bu sindrom nə ilə bağlıdır? Mahiyyəti nədən ibarətdir? Rəqsanə İbrahimzadə elə bu sualları həkimə ünvanlayacaq. Detalları ondan eşidək. Hər vaxtın xeyir olsun Rəqsanə. Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bilirik ki, ölkə olaraq bir müddət öncə, yəni bir neçə il öncə Covid-19 virus infeksiyasının yayıldığı dövrdə çətin bir zamandan keçdik və təbii ki, elə həmin virus infeksiyasının fəsadları hələ də insanlarda qalmaqdadır və indiki dövrdə alimlərin araşdırmasına görə post-Covid sindromu keçirən insanların qanında mikrotroblar aşkarlanıb və təbii ki, bu da bir qədər narahatlıq verici hadisədir. Elə bununla bağlı daha detallı informasiyanı və hazırda elə Covid-19 ilə bağlı, Covid-19'un həmçinin yeni ştamları ilə bağlı, epidemioloji vəziyyətlə bağlı daha təfərrüatlı informasiyanı həkim qonağım Nahid Kərimdən alacaq. Xoş gördük Nahid bəy. Buyurun, dediyimiz suallara təfərrüatlı cavabları sizdən eşidək. Sabahınız xeyir olsun. Ümumiyyətlə Covid-19 infeksiyasından sonra bəzi insanlarda nevroloji və vaskulyar əlamətlər müşahidə olunur. Buna səbəb həm laxtalanma faktorlarının artması bura aiddir, fibrinogenin, trombositin, D-dimer dediyimiz faktorun, laxtalanmanın 8-ci faktorunun yüksəlməsi mikrotrombların yaranmasına səbəb olur. Bu mikrotromblar xüsusilə beyin qan dövranı pozğunluğuna səbəb olur, yaddaş zəifləməsi, unutqanlıq, konsentrasiyanın pozulması və s. əlamətlərə səbəb olur. İkinci bir halımız uzun müddətli Covid-19 infeksiyasından əziyyət çəkən şəxslərdə daha ağır formada sitokin fırtınası dediyimiz bir fırtına müşahidə olunur ki, bu da damar endotelinin zədələnməsi, yenidən laxtalama faktorlarının yüksəlməsinə səbəb olur. Yenə nəticə etibarilə beyin qan dövranının zədələnməsi və hansı mərkəzin zədələnməsindən asılı olaraq qoxu bilmənin, iyi bilmənin, eşitmənin, dad bilmənin zəifləməsinə səbəb ola bilər. Üçüncü halsa autoimmun reaksiyadır. Yəni, orqanizm Covid-19 infeksiyası ilə yanaşı, orqanizmin öz hüceyrələrinə qarşı da antitellər yaradır. Bu da beyin dumanı dediyimiz bir hala gətirib çıxarır. Yəni, ensefalopatiya və beyin qan dövranı pozğunluğu ilə nəticələnir ki, bu Covid-19 infeksiyasından sonra bəzi şəxsləri narahat edir. Son dönəmlərdə Covid-dən sonra daha çox müraciət alırıq bu barədə. Bunların tək infeksionist müalicəsi ilə məşğul olmur. Yanaşı olaraq hematoloq və nevroloq müayinəsinə getmək lazımdır, əgər şikayətlər davam edirsə. İndiki məqamda bəs xəstəliyin yayılma sürətini nə cür qiymətləndirirsiniz? Yenidən baş qaldırma gedirmi? İndiki dövrdə əgər 2020-ci illə müqayisə eləsək, çox az halda rast gəlirik Covid-19 infeksiyasına və deyərdim ki, ötən illərə nisbətən daha asan müalicə olunur və müalicəyə daha rahat tabe olur. Təşəkkür edirəm. Çox sağ olun informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün bir də xatırladım ki, elə alimlərin araşdırmasına görə post-Covid sindromu keçirən insanların qanında mikrotromblar aşkarlanıb və elə bununla bağlı hər hansı bir təhlükəyə, yəni indiki məqamda təhlükə varmı və yaxud da narahatlığa gərək varmı? Bununla bağlı informasiyaları da həkim qonağım Nahid Kərimdən aldıq. Çatdıra biləcəklərimiz bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatı bizimlə bölüşdüyünə görə və